Salam aleykum, hardayam? Sultəpədəyəm. Bir dənə sizin təzə Sultəpənin özündə Bakı-Şamaxı yolu var. Buradan ora 100-150 metr maksimum məsafədədir. Yeri çox ideal yerdədir. Marşrut düz qapıdan keçir. Düz qapıdan 10 metrlikdən marşrut işləyir. Yəni təmir görürsünüz. Bu otağı tam təmirdir. Torpaq qiymətini, yəni burada bir sürü torpaq bahadır. Elə torpağın sotu ilə vuranda elə həmin qiymət edir. Yəni qiymətinə görə ideal variantı 4 otaqlı ev neçəyə? 3 sotun içərisində 42.700 manata, bəli. 42.700 verirsən. Bir dənə burada qəşəng Sultəpədə ev götürsən. 2 pəncərəsi var bu tərəfdən. Baxın, kamin nə qədər var. Yəni təmiz səliqəli. Bu otağa ücə pul xərcləməsin. Laminatına qədər təzə vurulub. Ücə bu bursa otaqları, amma biraz təmirinə pul lazımdır. Buradan gəldim. Bir dənə burada zalıdır. Buna bir dənə el gəzdirmək lazımdır. Köhnə evlərdən də qaz, işıq, su, mərkəzi kanalizasiya hamısı var. Otağın ölçüsünə bax. Çox böyükdür də yəni. Buranın təmirinə pul xərcləyəcəksən. Burada da bir otağı var. Bunun 2 dənə girişi var. Bir giriş o tərəfdən açarım yəni. O tərəfdən rahat açma. Bir dənə gedək opşi göstərim. Həyət bacası da normaldır. Qapının ağzına qədər asfaltdır. Qapının ağzına qədər asfaltdır. Şəxsi tikili evdir. Yəni bu qiymətə çox gözəldir məncə. Yəni, hər ev özü bilirsiniz, mən geri çəkən deyirəm onsuz da. Verirlər heç geri çəkmirəm. 10 evdən uzaqbaşı birinin ikisini geri çəkərəm də. Burada da koridordur. Bunu elə mən otaqdan saymıram. Burada da bir dənə. Bunu da otaqdan saysan 5 otaqdır. Baxın, bir dənə də burada Tetsko otaqdır. İşığını tapamadım hardan yanır. Yəni orada da bir otağı var. Çıxıb bir dənə çölükdən də tanış edəcəm. Yəni bu qiymətə Sultəpədə 15 milyon burada tarixçi torpağın sotudur. Burada da ayaqqabı dəyişməyə ayrıca yeri. Bu da çöldən görmüşsünüz. Navesti həyət, qəşəng səliqəli. Burada hamam sanuzelin tam təmirlidir. Burada mətbəxdir. Burada ayrıca bax mətbəxdir, yay mətbəxdir. Baxın, burada qəşəng mətbəxdir. Həyəti də burada çox səliqəlidir. Yəni 2 dəqiqə çəkilişimiz eləyər də. İmkan verməzsən. Burada da baxın, çox gözəl həyəti var. Üzün təyin navesti qabağı məncə çox ideal qiymətədir. Bugünkü gündə bu qiymətə Sultəpədə ev mümkün olası şey deyil də, yəni. Bu qiymətə 3 sotda, bu kvadratda ev tapa bilməzsən. Təmiri sonra da eləmək olur. Əsas odur, qiymətinə görə gözəl variantdır. Bunu da üstünə pay verəcək. Kim istəyir gəlib aparsın. Sağ ol.